Titrek bakışların özümden edirmeni. Gitme uzaklara, birce dur yanımda, hasretin dedirmeni. Bu gece benimsen, sevgi meleğimsen, arzu dileğimsen. Bir üzüme görsen, ne çekirem bilsen, benim geleğimsen. Senin geceler güler, yeser başım döner. Ruhum geceler güler, yanar olsun her. Senin geceler güler, yeser başım döner. Ruhum geceler güler, yanar olsun her. Baharda serseriye sevmesi kolay, gönlümü kışlara mahkum tutsa. Tüm yıldızlar adına çıksa, Tanrı yazsa, kaderin olsa, benim gibi olmayacak. Benim gibi olmayacak. Belki sevgilin olacak, yalandan mutlu gibi yapacaksın. Sabahları uyanınca gözlerinde hep beni bulacaksın. Kalbin hep yarım kalacak, aradığım nedir diye soracaksın. Benim gibi olmayacak, benim gibi olmayacak. Benim gibi olmayacak, İnanma, benim gibi olmayacak. sonu bendim. Benim gibi olmayacak, İnanma, benim gibi olmayacak. Sevgilin olacak, yalandan mutlu gibi yapacaksın. Sabahları uyanınca gözlerinde hep beni bulacaksın. kalbin hep yarım kalacak, aradığım nedir diye soracaksın. Benim gibi olmayacak, benim gibi olmayacak. Benim gibi olmayacak, İnanma, benim gibi olmayacak. sonu bendim. Benim gibi olmayacak. Ne ikimizin, benim kiminin, bizim kimi olmayacak. Her vaxtımız xeyir olsun, en savaşdaşlarımız Zaur. Almışlar Zaur'a. Hə. Demək, Zaur, doğrudan da çox gözəl bir mahnı. Ümumiyyətlə, həyatda elə insanlar var ki, onlardan doğrudan da olmayacaq. Və bugün istədim ki, bilirsiniz ki, biz də bir neçə gündən sonra tətilə gedəcəyik. İstədim tətilə getməzdən öncə, ay, bir ustadın gitarasına əlim dəysin. Necə ağırdı? Ay, 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 ay. Vaxt gələr. Vaxt gələr. Mən deyərəm ki, bəli, o dəyərli sənətkarın gitarasını mən də əlimdə tutmuşam. Bilirəm ki, bugün ekran qarşısında bizi izləyən bir çox insanlar var və bu simləri, necə deyək, tərpətdikcə, bu simlərə toxunduqca ürəyimizin tellərini elə bil ki, toxunur. Ürəyimizin tellərini o dıngıldada aparır, götürür, aparır, haralar aparır, elə də qayıtmırıq. Keçən dəfə bir neçə ay bundan necə qonağımız oldu. İnanılmaz derecədə çox böyük bir deyək də izləyən tamaşaçılar oldu və biz düşünürük ki, Rafiq müəllimi tez-tez dəvət etməyə lazımdır. Gözəl sənətkarımız bir neçə dəqiqədən sonra bizimlə bərabər olacaq. Çox sevilən sənətkarımız. Allah Taala sizə can sağlığı versin. Allah Taala sizi bizim musiqimizdən əksik etməsin. Çünki siz doğrudan da əvəz olunmaz sənətkarsınız. Ürəkdən alqışlar Rafiq müəllimi.
Ehmalca bunu yerine qoyacağım. Çünki bugün çox gözəl, dəyərli musiqilər olacaq. Gün ərzində bugün yalnız və yalnız Rafiq müəllim dinləyici. Buna gözəl nə ola bilər? Bolluca eşidəcəyik. Və yeri gəlmişkən mən bir elan da diqqətinizə çatdırım. Bir neçə dəqiqədən sonra bilirsiniz ki, biz getdik Fort Bayarda, nə Zaur? Getdik Fort Bayarda və Fort Bayarda ümumiyyətlə bizimlə bərabər həm məşhur aparıcılar, həm sənət nümayəndələri və təbii ki, ən məşhur idmançılar bərabər oldu komandalarımızda. Və biz orada bir çox Azərbaycanın istedadlı çempionlarını tanıdıq. Yəni ki, istedadlı oğullarını tanıdıq. Onlardan da biri bugün bizim qonağımızdır. Çünki yenicə qələbə ilə Azərbaycana qayıdıb. O qələbəyə sahib olan insan isə dünya çempionu, karate üzrə dünya çempionu Şahin Atamovdur. Bugün bizimlə bərabərdir. Bir neçə dəqiqədən sonra o da bizimlə bərabər olacaq və ümumiyyətlə bu qalibiyyət necə əldə olundu, harada həyata keçirildi, hamısını da ətraflı biləcəyik və ümumiyyətlə bilirəm ki, bütün Fort Bayardda olan bizim iştirakçılar ötən gün elan etdik, biz hər gecə danışırıq, yazışırıq. Elan etdim ki, bizə baxın, onlar da der ki, mütləq baxacaq, salamlayırıq sizi. Fort Bayard iştirakçıları, diqqətiniz bizdə olsun və qısaca sponsorlarımıza danışaq. Femina Xəz Qaleriyasına təşəkkürlər. Femina Xəz aləmi ümumiyyətlə 5%-dən az 5% qədər endirimlər təşkil edir və Femina Xəz Qaleriyasında ümumiyyətlə bu endirimlərdən istifadə edin və əminəm ki, siz artıq Femina Xəz Qaleriyasına getmişsiniz. Çünki Femina'da ümumiyyətlə bugün əgər bir xəsasız bir dəri çanta sizə hədiyyə olaraq təqdim olunacaq. Buna tam dəqiq əmin ola bilərsiniz. Odur ki, Femina Xəz Qaleriyasına müraciət edin. Alqışlayaq. Növbəti sponsorumuz isə bu Olimpik Stardır. Gəlin gedək Olimpik Stara. Olimpik Star əyləncənin bir tək ünvanıdır. Övladlarınızın doğum gününü Olimpik Starda keçirə bilərsiniz. Çünki şəhər klonlarla bərabər onları çox maraqlı doğum günlərini də təmin etmək olar. Və mən nəyi bəyəndirəm həmişə? Uşaqlar arzuladığı qəhrəmanları məhz Olimpik Starda görə bilirlər. Məsələn, kimsə bəlkə qırmızı papağı görmək istəyir, oradadır. Maşa ilə ayını görmək istəyirsə, o da oradadır. Daha sonra klonlar, müxtəlif nağıl qəhrəmanlar hamısı oradadır və onlarla bərabər çox gözəl ad günü keçirə bilərsiniz. O ki, qaldı məşq salına. Peşəkar məşqçilər və ömüşə deyirəm ki, Rəşvin həm həkimdir, həm məşqçidir. Odur ki, Rəşvinli və Şəms xanımı seçin bir məşqçi kimi tez bir zamanda da ideal bədən quruluşuna sahib ola bilərsiniz. Ümumiyyətlə, mən Olimpik Sarı alqışlayıram, çox gözəl insanlar orada çalışır və xüsusən də Feyruzu alqışlayıram, salamlayıram. İstəyirəm ki, Feyruzu bir buradan yaxşı salamlayıram. Çünki Olimpik Sara getdiyim müddətdə doğrudan da çox mənə kömək oldular, həmin o insanlar. Təşəkkür edirəm onlara bir daha. Və indi isə istəyərdim ki, sizə bizim istirahətimiz üçün gözəl bir məkan var, Iceberg. Yəni, böyüklər artıq istirahət etmək istəyəndə bilirəm zaman baxımından, vaxt baxımından, ümumiyyətlə imkan baxımından hansısa başqa bir vilayətə getməyə bizim zamanımız olmur, imkanımız olmur. Amma Şıxov tərəfə getdiyiniz zaman görəcəksiniz ki, gözəl bir məkan var. Həmin o gözəl məkanda siz həqiqətən də yaxşıca istirahət edəcəksiniz. Söhbət Iceberg'dan gedir. Hal-hazırda arxadan siz görürsünüz monitorda həmin o gözəl məkanı. Həmin o məkanda siz toy gününüzü, nişan gününüzü tərtib edə bilərsiniz. Vəli müəllimi salamlayıram buradan. Vəli müəllim, hər vaxtınız xeyir olsun. Hansı ki, o Vəli müəllim sizin o özəl günlərinizin tərtibatını, yəni xüsusən də peşəkar insanlara etibar edəcək və mən əminəm ki, siz həmin o günün nəinki siz, sizin əzizləriniz, doğmalarınız uzun müddət unutmayacaq. Odur ki, Iceberg'a müraciət edin. Dəniz məhsullarından ibarət çox gözəl yeməklər, Ramazan ayı üçün iftar süfrələri, hamısı orada var və ən çox sevdiyim, bəyəndiyim nədir? Dəniz sahilində xüsusi çay evləri var. O çay evlərində də gözəl, qəşəng istirahət edib çay içə bilərsiniz. Axşamlar ümumiyyətlə başqa bir gözəlliyi var o yerin. Və bizim növbəti sponsorumuz isə bu Life Color Plus saçınızı boyayacağınız ən ideal saç boyasıdır. Life Color Plus'a istifadə edin və Life Color Plus sizin saçınız üçün ideal bir vasitədir. Bunu unutmursunuz. Növbəti bizim taksi ilə bağlı sizə hər zaman informasiya veririk. Çünki Ulduz 2255 nömrəsini hər biriniz çox yaxşı bilməlisiniz. Ulduz 2255 yığırsınız və anındaca taksi sizin qapınızda olur. Bu qədər sponsorlarımız haqqında qısaca bir ara veririk. Qısa bir aradan sonra qonaqlarımızla qarşınızdayıq. Sponsorlar Olimpik Star, Femina.
Rəmiş sevərlər, gözünüz bizdə olsun. Gitarada ən sevilən ifaları eşidəcəksiniz. Rəmişin maraqlı etirafları və həzz verən musiqisi bugün gün keçirdi olacaq. Və karate üzrə dünya çempionu Şahin Atamov böyük qələbədən sonra qonağımızdır. Qaçırmayın. Və tamaşaçılarımız hazırdan anonslarımızı izlədiniz və bir neçə dəqiqədən sonra artıq qonağımız bilirsiniz, gözəl sənətkarımız, dəyərli sənətkarımız Rəmiş qonağımızdır. Bugün bilirəm ki, bu Ramazan ayında biz sizə söz verdik və sözümüzü də hələ də ki, əməl edirik. Söz verdiyimiz kimi ən dəyərli musiqilər bax bu ay ərəfəsində, 11 ayın sultanı olan Ramazan ay ərəfəsində gün keçirdə sizə təqdim olunur. Bugün də sözümüzü əməl edirik və bir çox musiqi alətlərində mənim yadıma gəlir, Ulduz Oldun verilişini heç bir zaman unutmayacağım. Studiyamızda nə qədər musiqi aləti vardısa, tamaşaçılarımız da elə eyni tamaşaçılardır. Siz də xoş gəlmişsiniz, siz də artıq alışmışıq görməyə. Nə yaxşı ki varsınız, yeri gəlmişkən onu da söyləyeyim. Məni bir şey təəccübləndirdi, Nərman dayım. Ötən gün gördünüz ki, görmə qabiliyyətini itirmiş insanlar, biraz bizim qonağımız idi, amma ruhən nə qədər zəngin insanlar idilər və çox böyük zövq aldıq ötən günkü verilişdən. Fəqan oturmuşdu yanımda. Fəqan deyir ki, Nərman dayı öldürüb, hər gün verilişə. Gördüm ki, Nərman dayını görür və hiss edir. Sən təsəvvür et, mən ötən gündən o qədər məhəttəl qalmışam və bu da Allah Taala'nın möcüzəsidir. Dedim, sən hiss edirsən ki, Nərman dayı oradadır. Deyir, əlbəttə ki, bütün verilişlər, o qədər zarafatçıl insanlardılar ki, özünüz gördüyünə qədər Allaha şükür etməyi bizə öyrətdilər. Əgər unuduruqsa bunu, unuduruq da təbii ki, üsyan da edirik, elə naşükür də oluruq. Amma ötən gün doğrudan da bu böyük zövq aldıq. Nədən danışmaq istəyirdim? Elə bu tamaşaçılarla bərabər Ulduz Oldunda qonaq idi Rafiq müəllim Rəmiş. Nə qədər musiqi aləti varsa hamısını da ifa etdi və yeri gəlmişkən, musiqini dəyişəkdə, yeri gəlmişkən hələ bizə bir tut ağacı boyunca mahnısını da ifa etdi. Mən fikirləşdim ki, bu fitri bir istedaddır, fitriyyətdir və bilirəm ki, Azərbaycan musiqisinə adını böyük hərflərlə, qızıl hərflərlə Rəmiş artıq yazıb və əvəz olunmaz sənətkar deyib, biz hər kəs bunu əminliklə bilir ki, o əvəz olunmaz sənətkardır. Hər hansı bir ifadə, gənclərlə də bir neçə işi olub. Mənim yadıma gəlir bir rap dinləyirdim. Bilmədim, o rapi niyə o qədər bəyəndi. Mən bilirsiniz ki, xalq, milli musiqiləri daha çox sevirəm. Sən demə, Rəmişin avazı varmış orada, Rəmişin ifası var orada və artıq nədənini başa düşdüm ki, bax, o ruh, o təb, o idi mənə verən, oradan bəhrələnirdim. Nə yaxşı ki, gənclərə də belə dəstək olursunuz, çünki gənclərin zövqünü oxşamaq, gənclərə artıq bu istiqamətdə hər halda bu da bir təbliğatın bir növüdür, bu da gözəl bir dəstəkdir. Amma bugün uşaqlıqdan belə bir kaset var idi, disklər yox idi, hamımızın evində o kaset var, bilirəm. Uzaq bir səfərə gedəndə, rayonlara gedəndə və yaxud da ki, Azərbaycan hər hansı bir dilbər güşəsinə gedəndə uzun bir yol boyunca biz o musiqiləri silsilə şəklində eşidərdik və dinləyərdik. Və ruhumuza oxudu mahnılar. Sizin ifanız, sizin gitaranı bizə sevdirməniz bambaşqadır. Nədənsə başqalarını eşitdikcə gitaranın ifasını yenə də Rəmişi gözləyirik. Rəmişin ifası ilə müqayisə edirik. Bu belə də olacaq və bu belə də davam edəcək. Qısaca bir reklam fasiləsi, yerinizi yaxşıca rahatlayın, ekran qarşısına yaxın əyləşin. Gün keçirdə qonağımız Rəmiş olacaq. Sponsorlar Olympic Star, Femina.
olsun. Salamlayaq tamaşaçılarımızı. Çox sağ olun, var olun. Rüstəm dayı başda olmaq şərti ilə bəzi insanlar deyir ki, xalqın adından danışmaq olmaz, amma Nana xanım deyir, sənə ixtiyarın çatır. Çünki xalqa bu sənəti sevdirən oğlan, xalqın ağsaqqalından, qarasaqqalından danışmağa ixtiyarı çatır. Allah ömür versin hamınıza. Amin. Bu gözəl səhər Azərbaycan xalqımıza can sağlıq arzulayıram. Qoy müharibələr olmasın, cəmaatımız firavan yaşasın, dolansın. Nana xanım da deyəsən Otsuqaya gedir. Salamat gəlsin, gələn kimi məni yenə salsınlar. Amin. Biz bugün ümumiyyətlə istədik ki, gözəl bir verilişdir, gözəl bir andır. Ümumiyyətlə siz bizim qonağımız olanda mən bilirəm ki, ekran qarşısında bizi izləyən tamaşaçılardır. Biz istəyir ki, zaman bitməsin. Hər mövzuda danışmışıq sizdən. Bugün də danışacaq, arada bir belə qəşəng söhbətlərimiz olacaqsa, Gülü xanım ürəkdən alqışlayaq. Gülü xanım hər zaman bizimlə bərabərdir. Ay Nana xanım, Ay can. canım zəndə, düz 45 ildir. Aha. 45 ildir bütün Azərbaycan musiqi sevərləri məndən danışır. İndi mənim gözəl xalqımızın bu qızıl medalına qaydan oğlanlarımız var. Biraz onlara da yer verin. Ay. Evet, gündə musiqi. Onlardan da danışmaq lazımdır. Teşekkür ederim, teşekkür ederim. Rəqmər, ümumiyyətlə çox gözəl keçidiydi. Yaxşı bir iş apara bilər ya sizlə. Bəli. Alınır ha. Məndə də ahirdən Avropa mədəniyyəti olur. Amma Avropa geyimləri, Avropa xasiyyətlərini götürmürəm. Avropadan da gərək yaxşı xüsusiyyətləri götürəsən. Bəzi şeylər Allah uzaq eləsin bizdən. Amin, amin deyək, amin deyək. Ümumiyyətlə, Rəqmər, indi doğrudan da çox gözəl vurğuladınız. Hal-hazırda alqışlarınızla və gözəl bir təmtəranla bizim çox deyək ki, yaxından tanış olduq Fort Bayardda, sevdiyimiz həmkarımız deyim orada Fort Bayardda. Amma Azərbaycanı təmsil edən, dünyada təmsil edən və dünya çempionlar Şahin Atamov gəlir alqışlarınızla. Hoş gəldin Şahin. Hoş geldin proqramımıza. Ağsaqqalımızı gördün mü sən necə təqdim elədi? Gör bura. Buyur. Rəmiş mənim, icazənizlə keçək söhbətə. Mikrofon yanınıza qoy. Mən mikrofonunuzu niyə götürdüm? 2 dənə mikrofon mənə geçsin. Can. Azərbaycan xalqının da, dövlətinin də, hökumətin də hamısının fəxr eləməlidir ki, bu gözəl oğlan dünyada ad çıxardıb, dünyanın Azərbaycanın bayrağını göyə qaldırıb. Bəli. Dünyada bundan xoşbəxt iş də ola bilməz. Mən belə başım. Bəli, doğrudan da belədir. Mən mikrofonu bura qoyuram. Ümumiyyətlə, nə sözünüz varsa buradan danışa bilərsiniz artıq. Şahin, necəsən? Sağ olun. Necəsən? Mən təzə gəldim, ötən gün gəldin Azərbaycana. Mən bir daha söyleyeyim ki, Şahinlə Fort Bayardda tanış olduq, amma Azərbaycanı karate üzrə dünyada təmsil edən Şahin Atamov medalla qayıdı və bu çox gözəl bir qələbədir, çox gözəl bir qalibiyyətdir. İstərdim ki, ümumiyyətlə bu haqda bizə bir informasiya verəsən, harada keçirilirdi? Salamlayaq bir tamaşaçılar. Eləyəmin deyəcəm, əvvəla çox salamlayıram hamını. Çox sağ ol bildirmək istəyirəm ATV kanalına, xüsusən sizlərə çox sağ olun ki, bizim bu qalibiyyəti işıqlandırırsınız. Biz deməli Kolumbiyanın Kali şəhərindəydik. Bu 4 ildə bir dəfə keçirilən qeyri-olimpiya idman növlərinin deməli dünya oyunlarıdır. Bu dünya oyunlarında Azərbaycandan lisenziya qazanmış 3 idmançı karatedən Rafael Ağayev, Ayxan Mamayev və mən oldum. Yəni orada lisenziya qazanmaq bilirsiniz ki, 4 ildə bir olimpiyadada necədir lisenziyalar, yəni dünya Avropa çempionatında ən azından nəticə göstərməlisən, orada düşəsən. Yəni biz də bu lisenziyanı qazandıq.
bizə böyük şərəf idi orada iştirak eləmək. Çünki həqiqətən çox böyük təşkilat idi. Demək olar ki, Olimpiyadadan sonra ikinci ən böyük dünya səviyyəli təşkilat idi. Biz də orada uğurla çıxış elədik. 2 medalla qayıtdıq. Ağayev Rafael birinci oldu 75 kiloqram çəki dərəcəsində. Rafael biz niyə dəvət etmədik? Bugün hələ ki oradadır, qayıtmır. Rafael mütləq sizi biz bura proqramımıza dəvət edəcək. Sizə də təbrik edirik ürəkdən. Çünki uğurlarınız çox böyükdür. Hər zaman Şahin danışanda öz uğurları haqqında sizin adınızı mütləq olaraq təbii ki vurğulayır. Aha. Mən də 84 kiloqramdan yuxarıda, yəni artıq çəkidə 3-cü oldum. Aha. Mən siz nəyə maraqlı gəlir? Rafiq müəllim, buyurun. Deməli, Nanə xanım, bu gözəl oğlan və bir neçə gözəl oğlanlar Azərbaycanı dünyada idmanla təmsil edirlər və bizim bir Ceyhun da var, o da dünyanın 7 onu da buradan salamlayıram. Salamlı bütün idmançıları. Bu idmançılarımıza mən ürəyim də qurbandır. Niyə? Yenə deyirəm, bayrağımızı göyə qaldırırlar. Bəli. Amma bizim elə oğlanlarımız var ki, bu ermənilərin qabağında ən bərk gedənlərinin başını kəsib İbad Hüseynov. Bir dənə sağ qalan odur. Məncə xalqımız onu alqışlamalıdır ki, qədəni bütün dəmir gümürdü. Siz keçən həmdə gələndə onu alqışlayırsınız. O da xalqımızın, dövlətimizin başçısı ona o bayrağın özünü təqdim edib, milli qəhrəmandır. Bu qardaşımız bayrağı göyə qaldırır, o da döşündən asır. Gör bunları hamısını birləşdirmək lazımdır. Allah var eləsin, Allah var eləsin. Çox gözəl vuruladısı. Ümumiyyətlə, Azərbaycan bayrağını hər zaman göyə ucaltmaq və siz keçən dəfə İbadın adını çəkdiniz, Rəmiş müəllim. Allah Taala bütün qəhrəman oğullarımızı qorusun. Allah Taala şəhid olanların yerini, ruhunsuz da beşlikdə onların yeri, vətən uğrunda şəhid olan bütün yəni oğullarımıza Allah Taala rəhmət eləsin. Və bugün elə bir gündür ki, sizin ürəyiniz hansı mahnını ifadə istəyirsiniz, eləyirsiniz və hansı ürəyinizdən fikir keçir, hamısını söyləyə bilərsiniz. İdmançılara aid bir dənə nəsə eləmək lazımdır, olar? Olar, ay nə gözəl. Aha. Təşəkkür edirik, təşəkkür edirik. Nə yerinə düşdü mahnılar, necə yerinə düşdü.
Ümumiyyətlə, Rəfiq müəllim, siz hər sahədə istedadlısınız. Sizcə siz idmançı kimi necə olardınız? İdmançı kimi. Mikrofon yanınızdadır, zəhmət olmasa istəyərdim orada bir fikrinizi bildirəsiniz. Ha? Necə? Əjdaha. İdmançıların... Bütün bir dəqiqə belə şahin zəhmət olmasa. Aha, bəli. İdmançıları Allah yaradanda, onları elə idmançı yaradır. Aha. Uşaq vaxtından bilinir hamısı. Mən çox idmançılar görmüşəm. Aha. Nə bilim, İbrahim Paşa Dadaşov, Muxtar Dadaşov, Aydın İbrahimov, bunlar hamısı Muxtar Dadaşov İranda böyük bir kəlin boyunu sındırmışdı, şah ona öz ordenlərini vermişdi. İndi əgər o şah vaxtı olsaydı bu qardaşımız da neçə dənə kəlin boyunu sındırardı və o medalları budalardı. Deməli, Azərbaycan çox nə qədər müqəddəs ölkəymiş, indiyənə kimi Ruslar əlimizdən alıb öz adlarına çıxardılar. Amma indi mənim yox, bütün xalqımızın yaxşı oğlanlarının ürəyi açılır ki, öz bayrağımız, öz xalqımız, öz padişahımız, öz idmançılarımız. Bunlardan fəxr eləmək lazım. Bəli, bu ən önəmlisi budur. Çox gözəl. Və yeri gəlmişkən söyleyeyim ki, sizi hal-hazırda müşahidə edən insanların istəyərdim ki, adını çəkək. Demək ki, Nağarada Natiq müəllimdir. Bəli, Qarmonda Vaqif müəllimdir. Gözəl sənətkarımız. Bəli, və sintezatorda Əşrəf müəllimdir. Xoş gəlmişsiniz. Əşrəf müəllim uzun illər Zeynəb Xanlarovanın ansamblında. Dəyərli sənətkarımız. Zeynəb xanımın... Mən olmuşam da, olmamışam da bir yerdə biz çox çalışmışıq və Əşrəf müəllimin oğlu da gözəl sənətkardır, oxuyandır. Biz bir gündə mən sizdən xahiş edəcəm, onu çağırın, biraz oxudun görək. Millətimiz onu da çox istəyəcək. İnşallah mütləq gələn dəfə ona söz verir ki, dəvət edəcək. İndi qısaca bir ara olacaq. Siz maraqlı bir fikir söylədiniz ki, təbii ki, idmançı doğulanda həyata bir idmançı kimi doğulur, musiqiçi bir musiqiçi kimi. Mən də maraqlı idi ki, Şahin necə idmana gəldi. Desəm... Bu idmançıdan da danışaq. Bu boyda qarmonu qucağında tutub. Hər oğlan düşünür bu boyda ağır qarmonu qucağında tutsun. Hələm vağzalı çalsın. Vağzalı mı? Onlar da fasilədən sonra bir vağzalı ilə qayda. Avdaldır və gözəl sənətkarımızdır. Onda bir vağzalı ifa 2 dəqiqə ifa etmək olar mı? 2 dəqiqəmiz var reklama qədər. Mütləq olar. Bir vağzalı da işləyir bugün. Ən gözəl musiqi. Çox sağ olun. Allah Taala hamıya mağazalı nəsib etsin və təbii ki, xoşbəxt ailə. Qısa bir aradan sonra təbii ki, çox maraqlı verişimiz davam edəcək çox qısa fasilədən sonra. İndi davam edirik. Mən istəyərdim ki, Siller sizdən 17 mgновений весны, onun soundtrack'ı səslənsin, düzdürmü? Ştirlitzin mahnısı.
Aha. İndi danışacağıq. Bu muğam nənələr, analar balalarına laylay salanda, Bəh, 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 bəh. nə bilim bir evdə bir ağır xəstə olanda bu muğamla, bu Zəmixarə muğamla onu müalicə edirlər. Və mən həmişə Zəmixarə cümlələri beynimə gələndə ürəyim istəyərdi ki, bir gözəl xanım bir şeir desin. Mənim cümlələrim də axsın, gəlsin. Rəmiş müəllim, şeir mütləq, bu mənim arzumdur sizinlə bərabər şeir söyləmək. Amma biraz hazırlaşımda olar mı beynimdə? Mütləq. Hələlik onu şiirliçi ifa eləyək. Bəli, baş. Ay, Sizin beyninizin aparatının qadasını alın. Gözəl aparatı var sizin beyninizin. mən bax söz verim, bugün gözəl bir maraqlı bir şey olacaq. Mütləq, başqa bir şey ola bilməz.
gözəllik qatan Rəmiş. Nainə xanım, köhnə kişilər üçün Sovetdən qalma mahnılarıdır. Çox qəşəng. Siz ona qədər başqa bir improvizasiya Təzə kişilər üçün də təzə əsərlər gələcəkdir. Allah qorusun. İnşallah. Bu günlərim ümumiyyətlə çox belə işimiz elə gözəl davam edir ki. Şahin, qaydaq yarışa. Yarışda kimlərlə yarışdınız, neçə nəfərlə yarışdınız? Ümumiyyətlə mən bilirəm ki, 4 ildən bir bu Olimpiya oyunları kimidir də. Yəni Olimpiya oyunlarının daxili olmayan oyunlar məhz bax bu yerdə yəni birləşdirilsə də, bu haqda biraz informasiya verəsən bizə. Demək, yəni qeyd etdiyim kimi Kolumbiyada keçirildi bu dəfə. Bundan qabaq Kitayda keçirilmişdi. Biz bu yarışa artıq demək olar ki, hardasa deyək də 5 ay, 6 ay olardı hazırlaşırıq. Yəni tək zborlar olurdu bizdə, yarışlara gedib gəlirdik sırf bu yarışa görə. Bundan da sonra yəni bizim mötəbər yarışlarımız var, hansı ki İslam oyunları kimi. O da çox böyük yarışdır, 4 ildən bir olan yarışlardır. Yəni inşallah gələn ayda orada iştirak edəcəyik. Yəni bu yarışa hazırlaşmaq prosesində biz məşqçilərimizə təşəkkür edirik. Bizim başda federasiyanın başçısı Yaşar müəllim Bəşirov, sonra baş məşqçimiz Hətamov Rəhman və mən öz şəxsi müəllimlərimə də təşəkkür eləmək istəyirəm. Şahin müəllim və Seymur müəllimə. Onlar da yəni əziyyətləri çox olub üstümüzdə. Yəni bir də onu qeyd eləmək istəyirəm ki, bu yarışa beynəlxalq dərəcəli hakimlərdən Azərbaycandan, yəni bu böyük mötəbər yarışı idi. Bura yəni dəvətlə idi ancaq. Bu yarışa da hakimlərdən bizdə Cahangir Babayevə dəvət eləmişdilər. O da orada hakimlik eləyirdi. Yəni o da böyük bir uğurdur əlbəttə ki. Bilsən, ümumiyyətlə, mən bir şey soruşum bir dəfə Şahinə. Biz Fort Boyard'daydıq, bir yarışma idi, Rəmiş müəllim. Ümumiyyətlə, tamaşaçılarımız bu haqda bilir. Çox sevilən, çox istedadlı idmançılarla orada tanış olduq. Deyirəm ki, elə idmançılar var ki, onlar daim efirdədirlər və özlərini elə bir ki, reklam edirlər. Biz sizi niyə tanımamışıq? Bir çox idmançılar var idi orada. Niyə tanımamışıq? Dedilər ki, bilmirəm, biz özümüzü reklam etmirik. Bəlkə həqiqətən elə idmançılar da var, onlar özlərini tez-tez reklam edirlər. Mən də oradan səni tanımağa və digər idmançılar vardı orada. Onları tanımağımıza çox şad olduq. Telefon xəttində bir rejissorumuz var, o da bizimlə bərabər idi. O bəziləri kimi 1000 manata maşın alır, deyir 100 min almışam. İdmançılara mən tək mən yox, bütün dünya xalqının müsəlmanları, müsəlman idmançılarıyla fəxr eləməlidir, valla. Bəli, doğrudan belədir. Və hal-hazırda telefon xəttində Kənan əmimdir. Hər vaxtınız xeyir olsun, Kənan. Sabahınız xeyir olsun. Aha, buyurun, Rəmiş müəllim. İlk dəfə növbə ilə olaraq bizim birinci borcumuzu Rəmiş müəllimi salamlayaq. Xalqımızın da paskalıdır. Parmaqların var olsun, Allah ürəyivə sağlıq versin. Bəli. Sonra Şahin dostumuzu salamlayıram. Yəni, əslində burada təəccüblü heç nə yoxdur, medaldır da gətirib. Şahin gətirməliydi, mən gətirəsi deyiləm ki. Yəni, gətirməsəyə təəccüblü olardı. Başa düşürsünüz? Bir də o xeyir duasını verib yola salan oğlanlar var, elə belə gətirməyib. Rafael də təbrik edirəm. Doğrudan da Azərbaycanın bayrağını, o üç rəngli bayrağı Azərbaycandan kənarda göstərmək bir musiqidir. İncəsənətdir, bir də idmandır. Şükür ki, bunlar da Azərbaycanımızda çoxluq təşrif edir. Bilirsiniz, gözəl musiqiçi olmaq, gözəl idmançı olmaq bəzən insanda alınır. Amma bununla bərabər insanın keyfiyyətləri saxlamaq çox çətindir. Düzdür. Həqiqətən çox çətindir. Şahinlə biz orada olduq, bir söz var atalar misalı, insanı yolda tanıyarlar. Ben de bilmirəm, deməyim düzgün deyil, amma həqiqəti demək insanın boynunun borcudur da. Bizdən yaşda balacaydı, tükana girirdi, bir şey alanda deyir ki, verin mən götürüm, mən sizdən balacayım. Yəni, bunu bəzi idmançılar özünə sığışdırmır. Amma Şahin buna idmançı kimi yox, qardaş kimi, bir dost kimi yanaşdı. İnşallah Allahın izni ilə belə də geçsə, daha da uğurlarından qayıdar. Çox sağ ol, Kənan, təşəkkür ederim. Bir də baxın, yəni bu oğlan və bir neçə insanlar var ki, Fort Boyard'da öz hərəkətləri ilə bizi təəccübləndirəcək. Mütləq baxın, inşallah. Bəli, inşallah. Fort Boyard başlayanda mən bilirəm ki, nə qədər böyük maraqla hər kəsi izləmək istəyir, görmək istəyir o yarışmanı. Hara gediriksə soruşurlar, haçan başlayır? İnşallah, təbii ki, yeni sezondan başlayacaq. Amma bir məsələ var da, Rəmiş müəllim, doğrudan insan mənə elə gəlir ki, ucaldıqca özünü itirməməlidir. İdmançılar arasında da ucaldıqca özünü itirən və hardasa mədəniyyətdən uzaq insanlar da olur, çox evçilər olsun, hər bir sahədə bu belədir. Amma biz şeylərdən danışmayaq. Haradasa axsayırlar onlar.
taxsıyırlar. Olur. Amma bugün doğrudan da bizim fəxrlə adlarını sadalayacağımız insanlar, idmançılar var və onlardan da biri Şahindir. Elə onu deyirdim axı bayaq. Soruşdum ki, Şahin, icazə versən deyim necə idmana gəlmişsən? İcazə versən deyərəm o. Soruşdum idmana necə oldu gəldin? Yerişindən göründü ki, yaxşı oğlan. Yerişindən göründü. Bilinirmi o yerişdən? Biz də adam tanıyanıq da. Ay, sağ olun. Millətin içindəyik, keflilərlə əlləşirik. Ona görə hər bir insan yeyəndə bilirik ki, bunun hansı ailədə böyüyüb, hansı tərbiyə alıb. Bəli. Elə o dövlət hökumətimizin tərbiyəsini alıb ki, çempiondur. Ay, doğrudan da belədir. Demək, soruşdum ki, necə oldu idmançı olun? Hər gün dərsi məktəbə gedəndə anam çantama, gözəl ananı buradan salamlayıram, əllərinizdən öpürəm. Doğrudan da bu cür gözəl, tərbiyəli, ən önəmli tərbiyədir, tərbiyəli bir övlad dünyaya gətirdiyiniz üçün. Deyir ki, məhəllədə bir oğlan vardı, döyürdü məni, əlimdən alırdı. Bu dir ürəyinə nə qədər veribsə, bir ildən sonra getdin idmana. Hirsindən gedib idmana, bir günü təzən oğlan onu məhəllədə tutub, döyüb, yeməyini əlindən almaq istəyir, deyir, o ki var, onu çırpdım. Allah! Hər halda doğru da çox gözəldir. Həmiş mənim. Gəlsin. Mahnıyı, gəlsin bu məqamda. Bir vaxt ayrılığı təsvir edərdin. Bir vaxt ayrılığı təsvir edərdin. İndi ayrılmışıq, təsvir edirsən. Bir vaxt ayrılığı təsvir edərdin. İndi ayrılmışıq. Təsvir edirsən. Bir vaxt görüşmə gəlib gedərdin. İndi yuxularıma gəlib gedirsən. Bir vaxt mən sənindim. Sən mənim tənim. İndi bu barədə düşünməyirsən. Bir vaxt gözlərimdən öpərdin məni, indi gözlərimə görünməyirsən.
keçməzdi. İndi bizi görən nə fikirləşər? Bir vaxt aramızdan su da keçməzdi, indi aramızda dağlar yerləşər. Sonraki peşmançılıq vermir fayda. Bu söz həqiqətdir, inanıram mən. Çünki bu peşmançılığı mən də çəkmişəm. Səni sevdiyimə utanıram mən. Nə səni, nə də ki sevinç hissi bilirəm. Çünki mən dərdimlə dostluq edirəm. Dərdim hara gedər, mən də gedirəm. O harda dayanır, dayanıram mən. Qəlbimə zəhərli bir ox, axtardım bu dərdin çarəsi də yox. Dərd əlindən gecələr çarpayıya yox, elə bir məzara uzanıram mən. Səni sevdiyimə utanıram mən. Gözlərim gülür. Biruzə vermirəm dərdi heç kimə. Mənim taylarım xoş ömür sürür. Mən isə düşmüşəm bağlı tilsimə. Həyata artdıqca artır nifrətim. Dünyaya gəlməyə peşman olmuşam. Taleyim qaradır, kördür qismətim. Elə bir məhbusi zindan olmuşam. Gözlərim ağlamaz hər an, hər zaman. Mən dərdlər içində itib qalmışam. Amma xəlvət çəkilən zaman gözlərim ağlayır, şeir yazıram. Göz yaşımı isladır yazdığım şeiri. Oxuya bilmirəm sonra xəttimi. Amma ki bu şeirin nədir ki xeyri, onsuzsa dərd, kədər əyib qəddimi. Mən ölsəm, qəbrimi qazarsınız ki, bəlkə bu alovu məzar söndürə.
Qəbir üstündə yazarsınız ki, bu bədbəxt insanı sevgi öldürdü. Qəbrimin üstündən keçən hər cavan oxuyar bu kövrək acı kəlməni. Ruhuma salavat çevirər hər an, bəlkə bir anlığa şad edər məni. Sponsorlar Olympic Star, Femina. Hörmətli tamaşaçılarımız, biz devam edirik və burada elə musiqiçilər də soruşur, şeir kimindir? Şeir Pərviz Bülbülə, bax belə bir, mən səhv etmirəmsə, meyxana ustasıdır, həm də ki şeirlər. Mən çox təsirləndim bu şeiri işlərini, bu yaxınlarda internet saytlarının birində dinlədim. Özü qat-qat gözəl söyləyir o şeiri və bir gün qonaq dəvət edəcək sizi ki, siz o şeiri söyləyəsiniz. Həqiqətən o gözəl ürəyinizə görə əhsən sizə. O qədər gözəl bir şeirdir. Biz bugün bəlkə o qədər də yaxşı alınmadı, gələn mütləq söz verim, daha yaxşı ifadə edəcəm. Sizin səsinizin tembrində o qədər gözəllik vardı ki, həmi özünüz gözəl. Siz məni çox istəyirsiniz, ona görə tərifləyirsiniz. Dünən Lənkərandan sizə çoxlu salamlar gətirmişəm. Ne gözəl, bizi göndərik burada, Azərbaycan bütün bölgələr. Gülü bacı ilə getdik, gəzdik, gəldik. İndi bir dənə kişi havası, qoçəli necə olar? Vaqif Zabı Söygah öz yerində. Bəli. Bəli. Sana maral desem dilim kurusun, maraldan ceyrandan kaçaysan ay kız, ölüden manay. Nazlısan sazlısan gülden incesen, bir gül tek derilmiş taze gonçasan. Uzakta lay lay, yine öz yerinde yuvarlanırım. Fakat ne celal var ne de ki humay. Ayna ne hanım ne ömre acıyır, ne yaşa dünyam ölürüm.
sağ olun, çox təşəkkür ederim. Mən indi istərdim ki, anonsa keçək, anonsdan sonra isə qaydırıq, anonsumuzu izləyirik. Yenilik hər zaman gözəldir. Köhnən atma, bizimlə dəyiş. Nəyi deyişək? Televizoru. Dəyişirəm, amma 2 saatdan sonra. Biliyini sınağa çək. İlk sualım. 20 saniyem bitti. Tez olun, cavab deyin. Arzu etdiyini qazan. Oynamağa deyər. 8878-ə SMS göndər. Ura, nə yaxşı? Mən deyirlər. Sən də de. Dəyişirəm. Dəyişirəm. 100% dəyişəcək. Sonda sponsorlarımıza təşəkkürlərimi bildirmək istəyirəm. Femina Xəz Qalereyasına təşəkkürlər. 5% anons, 5%-ə qədər endirimlər yalnız və yalnız Feminadadır. Odur ki, müraciət edin və mənə elə gəlir ki, bugün gedib oradan bir xəzalsız bir dəri çanta da hədiyyə olunacaq. Odur ki, istəyirsiniz indi alın, çünki qışda artıq bu çox baha olacaq. Bu qədər. Və Life Color Plus saç boyasına təşəkkürlər. Ən gözəl keyfiyyətli saç boyaları Life Color Plus-dadır. Olimpik Star əyləncənin bir tək ünvanıdır. Övladlarınızın doğum günü Olimpik Star'a qeyd edin və ümumiyyətlə mən əminəm ki, siz Olimpik Star'da artıq olmusunuz və Zopak, etdi formatında olan filmlər və bowling zalı. Hamısı Olimpik Star'dadır və Beşəkər məşqçilər, Rəşmin və Şəms xanım da Olimpik Star'dadır. İTİB Universitetinin yanında yerləşir. O ki, qaldı bizim böyüklərin istirahətinə. O Şıxov tərəfə getdikdə Iceberg adında bir 5 ulduzlu bir otel var. Oraya gedirsə, oteldə qalmazsanız da olar. Hovuzu var, dəniz kənarı var, dəniz məhsullarından hazırlanan çox gözəl dadlı yeməkləri var. Vəli müəllim var, hansı ki, hər zaman sizin toy günlərinizdə, nişan günlərinizi gözəl, böyük bir təraqla, ustalıqla keçirmək üçün bütün tərtibatla məşğul olan insanlardan biridir. Salamlırıq və iftar süfrələrində məhz oraya getsəz, mənə gəlir ki, heç də yanılmaz, dəniz kənarı ki, gözəl bir av-ava yaşayacaqsınız. Və Ulduz 2255 bu sizin taksinizin nömrəsidir. Mütləq müraciət edin və sizə tez bir zamanda taksi göndərəcəklər. Qeymə görə isə perspektivə təşəkkürümüzü bildiririk. Çox sağ olun. Və yeri gəlmişkən sonda mən istərdim bütün bizim Fort Boyard'da olan hər şahini salamlayaq buradan. Mən yenə də bir daha söyləyirəm ki, çox dəyərli idmançılar orada tanıdıq və yeri gəlmişkən adını bilməm nədənsə geç söyləyirəm. Fərhad Acalov bu boks üzrə Azərbaycan ilk Avropa çempionudur və çox iyi doğulandı. Fərhad, mən səni salamlayıram buradan. Bizim komanda. Kamilanı salamlayıram, bizim gimnastikanı, hamısı onlar çempionlar idi. Daha sonra Rafiq bizimlə bərabər orada çox bizim əziyyətimizi də çəkdi. Rafiq Hüseynov Avropada, yəni Avropa üzrə güləş üzrə çempiondur, Avropada güləşdə çempiondur və Əli müəllim, sizin adınızı çəkməmək olarmı? Əli İsmailov, ümumiyyətlə, yəni sizi tanımayan kəs yoxdur, siz show biznesə də biraz belə deyək də yaxın insansınız və Eduard təbii ki, hamınızı buradan salamlayır, kimisə unutmuşuqsa və Zabit təbii ki. Əziz tamaşaçılarımız, biz yekunlaşdırıq, Şahin sənə təşəkkürlərimizi bildiririk. Sağ olun, mən də sizə təşəkkürümü bildirirəm, sağ olun ki, həqiqət çağırdınız. ATV kanalından xamsiz, bizim yəni yarışda belə işıqlandırdınız, Allah razı olsun sizdən. İnşallah gələcəkdə də biz həmişə çalışacaq, nə qədər gücümüz var, imkanımız var, Azərbaycanın bayrağını həmişə yüksəklərdə, zirvələrdə saxlayaq. Çox təşəkkür edirəm, çox sağ ol və doğrudan da səni tanıdığıma çox şad oldum. Əminəm ki, tamaşaçılar sentyabrdan bu möhtəşəm şounu izləməyə, yəni səbirsizlənirlər və gözləməyinizə dəyər. Onu deyim ki, gözlədiyinizdən də böyük hadisələr baş verib orada və Rafiq müəllim, Allah təala sizə can sağlığı versin. Belə bir musiqi var, musiqiçilərinizə də təşəkkürümü bildirirəm. Mən o mahnını bilmirəm nədən, amma ki canımıza, qanımıza opub, kim də oxusa Zeynəb xanımdan sonra, dəyərli sənətkarımızdan sonra, bilmirəm, mənə o ləzzəti verməz və təbii ki, siz ifa etdikdən sonra da kim də ifa etsə, o keyfi, o ləzzəti yaşamaq olmur. Musiqidən də ləzzət almaq olur. Bəli. Və bugün mən istədim, çox xahiş etdim. Rafiq müəllim, siz o mahnını ifa edəsiniz.